Ata salam. Sen nereden girdin? Burası sorun vardı. Buranın açanı sen özün vermiştin de mənə, yadımdan çıxır. Ata de görüm haralardasan. Neçə gündür niyə yoxsun? Görürsen ki buradayım da. Bildim ya buradasan. Evə niyə gəlmirsən? Bir balaca işim var. Ne olup ki? Nə olacaq? Anam narahatdır. Deyir atan neçə gündür evə gəlmir. Anam niye narahat olur? Yemeğe çöreği, giymeye paltarı. Ne inir beni? Bu nə sözdür ay ata? Sen artık kişisən. Arvatlı da çok söz deyər. Sen mənə de görüm. Məni evdə soruşan zat olmayıb ki. Hə, onu deyəcəkdim. İlqarın atası gəlmişdi. Səni soruşurdu. Bir də o Rüstəm müəllim. Avtobaza. Sen ne dedin? Dedim atam yoxdur burada. Yok şöyle misin? Yok şöyle misin? Hə, bir də o Əlpaşanın dostu Çingiz vardı ya. Ha. Hə, o da gəlmişdi. Dedi atananı. Dedim atam gedib Bakıya. Yoxdur. Başka söz demedi ki. Yox, elə dedi evdə qalır. Dedim yox, gəlmir. 3-4 günə gələcək. Yaxşı eləmişsən. Hə, bir də ata. De görüm sən niyə gizlənirsən? Köpək oğlu kim sana diyor ki ben gizlenmem ha? Camaat deyir də ata. Qələt edir cemaat. Mən heç kimlə gizlənib eləmirəm. Bir balaca işlerim var, onları qaydasına koyum. Açacağım bu yeməkxananı. Bir də ki sən cemaata inanırsan, yoxsa mənə. Yaxşı. De görüm o cemaat nə deyir ki? Camaat deyir ki, İlqarı sən tutturmusan. Ona görə də Əlpaşa sənə vaxt qoyub ki, ərzəni geri götürəsən. Camaat bunu deyir. Alpaşa kimdir ki mənə vaxt qoysun ha? Qələt edirlər. Cemaatdır da. Ağzına gələni deyir. Bildiklərini də danışır, bilmədiklərində. Eşitdiklərini də danışır, eşitmədiklərində. Gördüklərini də danışır, bunlar görmədiklərində. Köpək uşağı. Çoxsu da ki, paxıllıqdan eləyir. Qulaq as gör nə deyirəm. Bunlar hamısı yalan söhbətlərdir. Dedim axı, bir balaca işim var. Onları qaydasına qoyum. Darıxma. Hər şey yaxşı olacaq. Əvvəlki kimi. De görüm. Sən nə edirsən? İşlərin nə tərli edir? Mən neynəyəcəm? Gəzirəm özümsün. Yaxşı eləyirsən. Özü bilirsən, özü korluq vermə yine. Yaxşı eləyirsən. Hə, bir də ata. Mənim dostum Qismət var. Hə. Hə. O qızqas tutmaq istəyir. Nə olsun? Deyir o 1-2 gün bizim evdə qalmaq istəyir, təzə evdə. Biz hələ köçməmişik ora. 1-2 gün deyir qalım, sonra gedəcəm evə. Mənə bax, o deyirsən qızı qaçırmaq. Qız özü razıdır. Yox ata, qız razıdır. Amma atası anası razıdır. Bəs Musa da? Ramazan kişi deyib ki, razı salacam. Ramazan özü necə baxır bu məsələyə? Deyib ki, qızın atası mənli idi da. Mən özüm razı salacam, sən qızı qaçırdı. Qismət dediyini deyirəm ya ata. Qismət də mənə elə deyib. Ramazan çox biləndir. Yəqin nəsə bilir ki, elə deyir. Nə deyirsən, razısan? Nəyə? Bu evdə qalmaq məsələsinə də 1-2 günlük. Hə? 2 günlük. Hə, nə olar, aparsın da, aparsın bizim o təzə evə. Sağ ol ata. Amma qulaq as gör nə deyirəm. Sən bir balaca ehtiyatlı ol. Bilmək olmaz ha. Ata, uşaqzadan mən. Nəysə, mən getdim. Anama nə deyim? Elə dediklərimi deyirəm, bir balaca işi var, başı qarışıqdır. Hə, ola bilsin, bugün doğrudan da 3-4 günlüyə Bakıya getdim. Yaxşı, mən gedim. Getdim ata, sağ ol.
Ne edirsən yenə? Ha? Ha, salam. Tamam olmuş. Necəsən? Aman. Elə. Özet. Ne edirsən? Sağlığın. Heç elə belə. Vaqif nə edir? İşləyə bilir. Ha. İstəyir yavaş yavaş. Ama arada bir yorulur. Deyirəm boynunu almır. Hə. Ama indi yavaş yavaş öyrəşib. Pah. Atabala o gəlməmiş evə getmir ki. Sizin o atabala kefdir də. Haymış. Vaqif xanım düşüb onun əlinə. Hər dəfə Atabala ona gələn kimi deyir, gəl nərdə oynayaq. Vaqif yazıldı, neynəsin, keçə bilmir. Atabala da nə lazımdır? Nərdin ölüsüdür də. Bəs nə? Sən Hə. keçən dəfə o atabaların Soçi macəralarından danışdın ha. Ha. Ay, gülməkdən də ölmüşəm da. Kef Atabala da, kef Atabala. Deyir, güya qız onun atası ilə tanış idi. Onun da atası, nə bilim, Atabala səndən sonra. Bunun atası gah olur hansısa böyük bir zavodun direktoru. Gah nə bilim sex rəisi, gah nə bilim general, gah nə bilim nə. Bir dəfə də yenə oturub yeyib içiblər. Məmiş var, Hə, məmişdir bunlarla imiş. Qayıdıb yenə Atabala səndən sonra başlayıb ki, qızın atası mayor idi. Məmiş də qayıdıb ki, Atabala. Mən başa düşə bilmirəm. Sən həmişə burada vurandan sonra o kişinin vəsvəsini yavaş-yavaş deyəsən aşağı salırlar. Kef Atabalada bu sözdən sonra o məmişdən küsüb. Vallahi deyirəm, Atabalasız o avtobazla ləzzəti yoxdur. Səfərə tapşırmışam ki, idarəyə pitovka gəlsə bir Atabalaya. Amma deyirəm, mehriban kollektiviniz var ha. Ha, elədir. Bilirsən, Müşfid, birincisi hamı el-obadır. Hamı bir rayonun adamları, cəmatıdır. İkincisi də ki, hər şey müdiriyyətdən asılıdır. Başa düşürsən, Rüstəm müəllim çox gözəl insandır. Hamı onun xətrini istəyir, hamı onu hörmətləyir. Ona görə də idarənin işi yaxşı gedir. Bax, kimə nə tapşırılsa, nə buyurulsa, hamısı baş üstünə gedir. Xəbərim var. Nədən? Bu Muxtar var idi. Muxtar. Muxtar da milisin yanında da çayxana işlədir. Hə. Ay, sağ ol. Nə olub ki? Sən demə hər axşam orada qumar oynayırmışlar. Nə danışıyorsun? Bəs necə? Kəndin bütün qumarbazları yığışırmış ora. Hı. Hər gecə qumar oynayırlar. Muxtar da keçən dəfə şəhərdən bir nəfər çağırıb. Hı. Bu Şüllerdir, nədir deyir? Ha, Şüller. Şüller. O güclü kart Ay, oynayan. sağ ol, ondan çağırıb. Gəlib o da qumar oynayanların hamısının pulunu udub. Hı. Hər gecə udurmuş da bunların pulun. Bu Kababçı Abbas var idi. Kababçı Abbas da. Hə, Ay, Abbas, hə. Kababçı Abbasın qardaşı da orada oynayıb. Ha. Bunlara çoxlu pul uduzub. Hə. Bunlar da ona vaxt qoyublar ki, pulu gətirib çatdırsın. Aha. Sonra da Muxtar Gil gedib girib onun evinə. Arvadının nişan üzüyü. Abbasın qardaşı ilə. Ay, sağ ol. Bu arvadın nişan üzüyü, bütün qızıllarını götürüb aparıb, satıblar sənin dayına. Sonra da Əlpaşami xəbər tutub bundan. Gəlib girib çayxanaya. Həmin o şülleri oradan qovub. Hı. Muxtar da yaxşıca cəzalandırıb. Ay gözünə dönür Əlpaşanı. Ay əlindən quzu kəsmə onu. Yaxşı eləyib. Deyirəm, bu cəmaatın ağlı yoxdur da, yoxdur. Əgər o pulu halal qazansaydılar, onu qumar qoymazdılar. Əlbəttə ki. Vallahi. Əlbəttə ki. Amma onu da deyim ki, həmin o qumarxananın fəxri qonaqlarından da biri sənin dayın oğlu Qismətdir. Hı. Ha. Gördün? Mən deyən də sıxıramışam. Deyirəm də hamı sağlam pullardır. Dayım o kasıb-küsubun qırqızılını dəyər dəyməzini alır. Oğlu da deyə aparıb uduzur qumarda. Şərəfsiz adamlar. Nətər şərəfsiz insanlardır. Vallahi atam deyir ki, utanıram deyim ki, bunlar mənim qohumumdur. Neynəsin?
baxıram. Yadıma düşdü İlqar 1-ci sinifə gedəndə. Salam Mehmet. Sağ ol. Ты садись. Ты садись. Не надо беспокоиться. Rəfiqə, gəlin qaynana bir-birinizi başa düşürsünüz. Deməli məsələ belədir də. Hə. O məni başa düşür, Hı. amma danışa bilmir. Hə. Mən də onu başa düşürəm, amma danışa bilmirəm. Gəlin qaynana bir tər evin içində bir-birimizi yola veririk də. Dünən mənə deyir ki, mən Azərbaycanca da danışa bilirəm, amma utanıram. Nə yaxşı bizim dilimizi bilir. Hə, dünən Sara gəlmişdi. O vaxt rus dilini yaxşı bilir. Hə, bilirim. Deyir qız ona danışıb ki, İlqara görə Azərbaycan dilinə çox maraqlanıb. Hardansa belə lüğət kitabı tapmış. Deyirəm qıza bax, 7 il Azərbaycan dilini öyrənilmiş. Bax görürsən, istəyib buna deyərəm. İnanırsan Rəfiqə, məktəbdə müəllimlərin hamısı bu hadisədən danışırlar. Özü də elə danışırlar, elə bir kino danışırlar. Hansı hadisədən? İlqar tutulan günü bu qızın bura gəlməsin, ona bu hadisənin əyan olmasını, oturub 7 il onu gözləməsini. Rəfiqə, gəlinimiz maşallah, işdə gücdə adam oxşayır. Hə. Dünən dolma pişirmişdim ha, yarpaq dolması. Hə, Yaman xoşuna gəlir. lap yaxşı. Nə deyir baba? Çox dadlıdır. Necə pişirmişsiniz bunu? Mənə də öyrədin. Deyirəm qızım. Qoy İlqam qayıtsın evə. Sağ salamat qayıtsın. Elə həmin gün qonaqlıq eləyəcəm. Bütün rayonu yığacam evimizə. O qədər xorey pişirəcəm. Dolma da, plo da. Hə, hamısını da sənə öyrədəcəm. İnşallah. Bəlkə bu işlər tezliklə sağ-salamatçılığına qutarsın. Vallahi, İlqar ki çıxıb gəldi ya. Başlayacağım toya hazırlaşmağa. Ay Allah, təkir var bu məhkəmə işini uzatmasınlar. İndi əlbət uşağımın ürəyi orada bir tiki olub. Sən də baxmayı, mən də bu qıza görə özümə biraz toxtaqlıq verirəm. Yoxsa ürəyim az qalıb partlasın. Narahat olma. İnşallah yaxşı olur. Rüstəm deyir ki, Akif müəllim söz verib. Söz verib ki, İlqarın işinə kömək eləsin. Narahat olma. Bu Hümmət köpək oğlu elə mındar adamdır. Eləncik düşməni olana başqa bir düşmən lazım deyil. İrmənidən pisdir köpək oğlu. Allah onun bəlasını versin. Sən Allah Rəbbim. Elə qız darıxmasın. Allah əlimdən gələni edirəm. Dünən İlqarın bütün şəkillərini tökmüşük qabağımıza, baxarım. İkimiz də gəlin qaynana qoşulmuşuq bir-birimizə. Ağlayırıq, ağlayırıq. Hayır, sən nə danışırsan? Mən sənə deyirəm, onu darıxmağa qoyma, sən deyirsən ağlamışıq. Sən narahat olma. Qonşulardan gəlinlər gəlirlər ona baş çəkməyə. Özü dünən deyir ki, necə mehriban qonşularımız var. Allah razı olsun. Yaxşı, mən getdim. Bir-birinizdən müğayət olun. Da svidaniya. Yaxşı yol ata. Hə? Bərəkallah. Əhsən, yaxşı, sağ olun, mən getdim. Sağ salamat. Sağ salamat. Doğrudan sağ yoktur əgər məhəbbət, məhəbbət. Niçin səni bəs unuda bilmirəm, heç bir-birinə qızıqlar. Maria, atom nə işləyir? Papa, nə işləyir? Мой папа умер, когда мне было 13 лет. Can,
Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Bəs anam, mama? А моя мама жива. Ей 45 лет, и она преподает литературу и русский язык. Deməli müəllimət də, ədəbiyyat müəlliməsi. Deyirəm də, gəlin ocağa çəkər. Onu da çağırarsan, gəlsin toyuza. Yaxşı? Svadьба, svadьба. Ну, теперь ты понимаешь, что ты зря стеснялся? Да, да, Мария. Я понял, что я зря стеснялся. Интересно, а как твоя мама примет меня? Конечно же, она хорошо примет тебя. А ты еще не знаешь моего отца. У него золотой характер. Мария, я так думаю, что они обрадуются нашему решению. Правда? Да. Я очень надеюсь. Ты не успокойся, все будет хорошо, все будет отлично. Хорошо. Обновит и разбудит весь мир. Зацветут маргаритки, раскроется белый жасмин. Ароматом сильным густым переполнят сны. Куда собралась? Я уезжаю. Куда? В Азербайджан, к Ильгару. Что это вдруг? Что случилось? И что это за разговоры? Мама, я твердо решила. Дочь моя, 7 лет назад ты уже ездила к Ильгару. Его родители тебя не приняли. Не родители, а только его мать. Мамочка, я его люблю. Я очень сильно его люблю. И больше ни о чем другом думать не могу и не хочу. Я же не говорю, что я не вернусь. Я обязательно вернусь обратно. Я только посмотрю на него в последний раз. Я обязательно вернусь. Мой хороший, пожалуйста. мой маленький, ну что ж ты так спешно принимаешь решение? 7 лет ты не говорила о нем, не вспоминала, не хотела. Не хотела и не думала даже туда ехать. Ты же об этом даже не говорила. И что случилось? С Ильгаром что-то произошло, мама. Я чувствую, что-то плохое. Ну что, откуда ты это знаешь? Почему ты это так решила? У нее уже сколько дней каждую ночь снится, мама. Молчит и ничего не говорит, а в глазах мольба о помощи. Я не могу, я ему отправляла телеграмму, но он мне на нее не ответил. Он не мог так со мной поступить. С ней что-то произошло, мамочка. Ты мой хороший, ты мой маленький, моя девочка. Я же не против. Я тебя не отговариваю. Ты мой хороший. Вы присядьте. Я присяду на дорожку. Ну пошли, я тебя провожу. Пошли, провожу. Тяжелая. Моя девочка моя. Мама, свадьба, свадьба. Да, конечно. Salam. Salam, salam. Xoş gördük. Ayranınız nətərsən? Sağ olun, siz necəsiniz? Yaxşıyıq, çox sağ olasın.
İlqardan bir xəbər var? Hə, dünən Vaqiflə getmişdik Bakıya İlqarın yanına. Ha, Bayıldadır axı. hə bilirəm. Bir təhər görüş aldım, görüşdük. Yaxşıdır, pis deyil, özünü pis eləmir. Hamımıza salam göndərdi. Çox sağ olsun, Allah kömək olsun. Məhkəməni gözləyirik. Görək nə olur da. İnşallah yaxşı olur. İnşallah. Sən özünü darıxdırma. Allah darıxdırma deyirsən. Bu Hümmət Köpəyoğlu nə şərəfsiz adam imiş. Ərizəsini geri götürmədik. Heç özün görə bildim ki, evinə gedirsən, deyir, evdə yoxdur. İşinə gedirsən, yeməkxana bağlı. Elə bir dədəsin yeməkxanasıdır. İstədiyi vaxt açır, istədiyi vaxtı bağlayır. Mən eşitmişəm ki, o qorxusundan hardasa gizlənir. Qorxusundan? Hə? Əli Paşa ona deyib ki, əgər İlqarı tutsalar, özündən küs. Ona görə də haralardasa gizlənir. Amma hərdən bir yeməkxanaya gəlib gedir. Mən özüm görmüşəm. Gör nə bir şərəf adam deyil. Mən qorxuram ki, bu Hümmət, bu Abaxeyislə əlbir olub, Əli Paşanı da ilişdirsin. Allah göstərməsin. Bu Abaxeyis vallahi elə Hümmətdən də beş betər adam. O Abaxeyis demişsən Ramiz. Axı o sizin idarəyə də gəlmişdi yoxlamaya. Nə oldu? Nə xəbər? Nə bilim, yoxlamaq deyəndə gəlib sənədləri götürüb seyfə möhür vurmuş deyib. Ha. Mən də bir-iki gün getdim, gəldim. İşimizdə bir nöqsan tapmadılar. Aha. Sonra ağızlaşdım oyuna. Səhərsi gün gəlib sexə möhür vurdu. 30 nəfər işçim də qaldı çöldə. Nə maaş verə bilirəm, nə iş görə bilirəm. Çətindir. Axı bizim sex özünü maliyyələşdirən deyarədir. İş olmayanda da pul olmur. İndi gedirəm Akif müəllimin yanına. Bütün sənədləri qoyacam qabağına. Deyəcəm, bu işin bir axırı olmalıdır ya, yox. Nə istəyir bu məndən? Düz deyirsən, əcəb eləyirsən. Görək də, görək. Yaxşı. İlqarın nişanlısı bizim gəlinimiz neynir? Darıxmır ki. Darıxır. Vallahi. İlqar üçün bizdən də çox darıxır. Amma neyniyim? Bir təhər başın qatırıq, qoymuruq darıxmağa. Yaxşı işte. O günü Rəfiqə deyir, Sara qızım gəlmişdi, tez-tez gəlir dəyir. Allah razı olsun. Qoymur Mariyanı darıxmağa. Borcumuz da Əhməd. Görək də, görək bu işlərin axırı necə olacaqdır. Amma inanmıram ki, bu işlər yaxşılıqla qutarsın. Niyə? Eşitmisən də, ermənilər Ermənistandan bizimkiləri zorla çıxardı. Bilirəm, hə, işləmişəm. Nə bir qəzet yazır, nə də bir jurnal. Yazmır. Bilmirəm, axırı nə olacaq. İnşallah Allah yaxşı olar. özü köməyimizdə olsun. Yaxşı, Ramiz, səni yolundan elədim, hə, bağışla. Yox. Allah işimizi avand eləsin, Allah özü kömək olsun. Amin, Əhməd müəllim. İnşallah görüşərik. Allah İlqarın qapısını açsın. Sağ ol, Sağ ol. çox sağ ol. Sağ ol. Allah razı olsun. Sağ ol, sağ ol. Ayrı düştük, aylar öttü, il oldu. Eşkim sensiz bir çağlayan sel oldu. Ayrı düştük, aylar öttü, il oldu. Məhir. Hə, Ay Məhir. hə, Qəmət xala evdədir. evdədir, evdədir. Sıra.
Çox sağ ol Qəmər xala. Nə əziyyət çəkirdim. Ay balam, cavan adamsan. Səndə niyə təzyiq belə yüksəkdir? Əsəbdən. Niyə əsəbləşirsən ay qız? Qəmər xala, ixtiyar çox içir. Demirəm, içib bizi incidir. Yox, belə şeylər yoxdur. Amma özünə eləyir axı. Yalvarıram, yaxarıram, deyirəm, içmə ixtiyar. Deyir, qonaqlarım var. Necə içməyim? Rəngi rufu elə olur, qapqara. Axşam yenə içib gəlmişdi. Çox əsəbləşdim. Yəqin elə təzyiqim ona görə qalxıb. Uşağı da götürüb çıxıb gedəcəm atamın evinə. İxtiyar niyə belə eləyir axı? Gül kimi ailəsi var. Ay qızım, sən onu başa sal, dava eləmə. El başa sal ki, inciməsin. Bir ana kimi, bir bacı kimi başa sal. İstəyirsən mən deyim, mən də onun böyük bacısıyım. Yox, Qəmər xala. Sonra deyər ki, gedib qonşulara məndən şikayət edirsən. Bax, Yaqut qızım, yenə deyirəm. Sən yalvar yaxarla başa sal bunu. Hər şeyə görə adam ailəsini dağıtmaz. İndi Allah hərəyə bir qismət verir də. Bax, elə mən hərdən fikirləşirəm ki, mənim yoldaşım cavan yaşında rəhmətə gedməsəydi, mənim taleyim indi başqa cür olardı. Allah, heç məni də belə xəstə olmazdı. Yazıq. Heç atasının üzünü də görmədi. Uşağım atasız, para ürəyim büyüdü. Amma bilirsən necə ürəyi yumşaqdır. Bax, hərdən gəlir, görür gözümü pis hiss eləyirəm, uzanmışam. Ağlayıb özünü öldürür. Şəkər də məni lap əldən salıb. Getdikcə geri gedirəm. Vallahi, hərdən özümü elə göstərirəm ki, güya yaxşıyam. Neyim? Nə olur, baxı Qəmər xala sana. Bilirsən mənim dərdim nədir? Mən axı tibb işçisiyəm. Mən öz xəstəliyimi hamıdan yaxşı bilirəm. Özdə burada qəribəm. Mən nə bacım var, nə qardaşım. Deyirəm, birdən mənim başıma bir iş gəlsin. Uşaq necə olacaq? Sən heç fikir eləmə. Ona kim baxacaq? Kim baxacaq? Ağlama Qəmər xala. Heç nəyində fikrini eləmə. Qurban olaram sənə. Birincisi yaxşı olacaqsan. Belə şeylər fikirləşmə. İkincisi də mən ölməmişəm ki. Mən baxaram. O mənim balamdır. Gözümün işığıdır. Baxaram ona. Yox, Yaqut, bilirsən, mən canımdakı xəstəliyi yaxşı bilirəm. Xəstəlik heç. Mənim dərdim məndir. Əgər o sağlam uşaq olsaydı, mən heç narahat olmazdım. Amma xəstə uşaqdır, bir də uşaq kimidir. Əgər mən onu çimizdirməsəm, yedirtməsəm, özünün əlindən gələn deyil. Ne diyeyim ben? Bilmirəm. Mən varam. Belə danışma. Mən baxacam ona. Sağ ol Yaqub. Çox sağ ol. Ana, su var. Su. Ay bala. Niye su bugüne koymuşsan? Futbol oynuyordum daha yana. Üstün başı nə gündədir? Yıkılmışam da. Aman yazıq deyil. Yaqut xala, Pərvizə niyə top almırsınız, hə? De, Elşən də topu götürür, cığallıq edir.
mən də Pərvizlə oynaya bilmirəm. Deyə ixtiyar əmiyə də demişəm ki, Pərvizə bir dənə top alsın. O da almır, anladı məni. Deyə Pərvizin topu olsa, o qapıda durar, mən qol vuraram. Yox, mən qapıda duraram, o qol vurar. Yaxşı, yaxşı qadan ol. Deyərəm alar. Yaxşı. Ana. Niyə ağlayırsan? Ağlama da. Bax, o dəfə də ağladın, xəstələndin. Ağlama da, nə olur? Yox baba, ağlamıram ki. Ağlamıram. Ağlamıram. Mən getdim. Hara gedirsən? Deyə uşaqlarla futbol oynamağa. Yox, çörəyə sonra gedərsən. Eyşən gözləyir ayağını. Pərviz də gözləyir. Yox ay bala, yox. Əvvəl çörəyə sonra. Gəlib yeyərəm. Deyə uşaqlar gözləyir. Qəmər xala, mən də gedim. Gecə oldu. Yaxşı, get qızım. Sənə yaxşı. Sağ ol Qəmər xala, özündən müğayət ol. Yaşdı, gül oldu, gül oldu. Niçin Bip bip. Bip bip. Mənə nətərsən? Ne yürsən burada? Maçkilə sürürəm. Gəl ay mənə, gəl otur burada biraz söhbət eləyək. Biraz dincəl sonra gəlib sürərsən. O biraz sürüm sonra gələrəm. Gəl biraz dincəl sonra sürərsən. Papruzun var. Hə, olmalıdır, gəl. Ay, öyrənmisən ha? Hər gün sürürəm. Deyirəm də, irəliləyiş var. Necəsən? Getmişdim İlqargilin idarəsinə. Ora nə? Sənin avtobozda nə işin var ay məhi? Getdim o İlqarın iş yoldaşlarına deyəm ki, Hə. İlqarın maşınını heç kimə verməsinlər sürməyə. Maşını görsəm başqası sürür, daşlayacam, daş atacam, sındıracam. Yaxşı ay məhi. Bəs onlar nə dedi? Diyor orada bir kişi var, Hansı? dəli kişi. Dəli kişi? Hə, Dəli kişi kimdir orada? burnu belə olan kişi var, burnu belə. Mən papağımdan da qoyurum. Hə, ata-balanı deyirsən? Hə, Hə. Nə deyirdi o? o da dedi ki, İlqarın maşınını bağlamışam, açarı da qoymuşam cibimə. Cibimdədir. Heç kimə vermərəm. Arxayın ol. Dedim ki, onda maşını xodda aparaq qoyaq İlqargilin qapısından qalsın orada. İlqar gələndə özü sürər. O nə oldu sonra? Deyir ki, benzin yoxdur. İlqar gələndə də idarəyə benzin gələcək. Hə, Elə hə. İlqar onda özü sürər, gedər. Da inşallah gəlib öz sürüb aparar da. Sonra mənə deyir ki, gəl nerede oynayaq? Sənə deyir. Hə, dedi gəl nerede oynayaq. Deyim ki, sən dəlisən, mən nerede oynaya bilmirəm, mən futbol oynaya bilirəm. Mənə deyir ki, sən dəlisən. Keyfdir da deyirəm o ata-balay məhi. Dəlidir o. Dəlidir da. Fikir verməsən ona.